Salam, kimyəvi reaksiyanın sürəti, kimyəvi tarazlıq mövzusuna 5-ci günün suallarının izahına baxırıq. İlk sualda azot üstəgəl hidrogen bərabər amonyakın alınması reaksiyasında hidrogenə görə sürət 0,6-dır. Azota görə olan sürəti soruşur. Deməli, burada məsələn, hidrogenə görə, buna görə sürəti verib 0,6, azota görə olan sürəti soruşur. Bu cür test tapşırıqların həll eləyəndə bir maddənin sürəti veriləndə digərini soruşur. Biz onların mollarını nəzərə alırıq. Hidrogenə görə sürət 0,6-dırsa, onun molu 0,3-dür. Yəni, mol nisbətini nəzərə alırıq. Azot 1 olanda 3-dür. Bu 0,6 olanda bura x qoyuruq. X-i tapırıq 0,2. Deməli, azota görə sürət olacaq 0,2-yə. Bəs amonyaka görə sürət nə qədər olacaq? Bunun molu 1-dir, bunun 2-dir. Onda bu da olacaq 0,4. Yaxud da ki, tənasübdən yaza bilərik. Məsələn, hidrogen 3 olanda amonyak 2 olursa molu, onda hidrogen 0,6 olanda amonyakda x qoyuruq. Buradan x-i tapırıq 0,4. Deməli, bizə nə soruşurdu? Bizə bu x-i soruşurdu. Azota görə olan sürəti soruşurdu. O da eləyir 0,2. Yəni, B variantı. Sonra digər oxşar sual. Bunlar 2014-cü ilin may və iyul aylarında 2014-cü ildə qəbula düşən suallardır. Deməli, yenə amonyakın alınması reaksiyası hidrogenə görə sürət 0,9-dur. Amonyaka görə, indi amonyaka görə olan sürəti soruşur. Bunu tənasübsə həll etmək üçün burada 3 və 2-dir mol. 3-ə də 2 yazırıq. Bunun x bərabər olacaq nəyə? Deməli, 1,8 bölü 3, o da 0,6 eləyəcək. Cavab D variantı. Daha sonra 42 nömrəli suala baxırıq. Hansı halda tarazlıq sağa yönələr? Sağa. Deməli, azot monoksidi çıxartdıqda, azot monoksidi sağdadır. Çıxaranda elə çıxartdığımız tərəfə də istiqamətlənəcək. Bu düzgün ifadədir. Azot monoksid əlavə etdikdə, bu azot monoksiddir. NO. Əlavə edəndə, əlavə etdiyim tərəfə yox, əks tərəfə, yəni sola yönələcək. Ona görə bu səhv ifadədir. Su əlavə etdikdə, su hardadır? Sağda. Su əlavə eləyəndə, ümumiyyətlə, əlavə ediləndə, əlavə olunan tərəfə yox, əks tərəfə istiqamətlənəcək, yəni sola. Deməli, bu da səhvdir. Suyu çıxartdıqda, su sağdadır. Çıxardıramsa, çıxartdığım tərəfə əlavə olur. Bu da düzdür. Yəni, NO-nu da çıxartsam, suyu da çıxartsam, sağ tərəfə yönələcək. Temperaturu artırdıqda və ya temperaturu azaltdıqda bu eksotermik reaksiyadır. Yəni düzünə gedən, yoxsa sağa doğru istiqamətlənən, düzünə gedən reaksiyanın istiqamətidir. Temperaturu azaldanda dəyişmir. Yəni sağa gedir. Amma temperaturu artıranda sola gedəcək. Bu səhvdir. Bizə sağ olan lazımdır. Yəni 1, 4 və 6. O da B variantına uyğun gəlir. 49 nömrəli sualda hansı reaksiyada təzyiqin dəyişməsi kimyəvi tarazlığın yerləşməsinə təsir etmir? Bu sual da düşüb 2012-ci ildə qəbula. Deməli, təzyiq o halda təsir edər ki, reaksiyanın sağ və sol tərəfində maddələrin qaz halında olan maddələr əsasdakı, yəni onlara təsir edir. Bərk halında olan maddələr nəzərə almırıq. Məsələn, burada dəmir və dəmir oksidi nəzərə almırıq. Yəni, birincisi təzyiq qaz halında olan maddələrə təsir edir. Və gərək reaksiyanın sağında, solunda mol fərqli olsun. Məsələn, birincidə 2 mol var və 1 mol oksigen var. Solda 3 moldur, sağda 2 mol. Buna təsir edir. Burada 1 mol, 2 mol, 1 mol. 3 mol burada, 2 mol burada. Buna da təsir edir, fərqlidir. Burada bəlkə nəzərə almıram da, mən bunu görməzdən gəlirəm. Bəlkə qazlarından söhbət gedir. Solda 4 mol dəm qazı var, 4 mol karbon qazı var sağda. Burada eyni mollar, deməli buna təsir etməyəcək. Bizə də elə təsir etmir soruşur. Sonra yenə davam edək. Karbon bərk haldadır, buna baxmır. Burada 1 mol maddə var, burada 2 mol var, buna təsir edəcək. Burada 1, burada 3, ümumi burada 4, bu tərəfdə 2 təsir edəcək. Cavab C variantı. Daha sonra 45 nömrəli testə bax. Hansı reaksiyada təzyiqin dəyişməsi kimyəvi tarazlığın yerləşməsi təsir etmir? Yenə eyni dediyim kimi. Bu da deməli 2012-ci ildə qəbula düşən suallardır. Müxtəlif zamanlarda düşübdür. 2012-ci ilin suallarıdır. Deməli,
Təsir etmir deyirsə, yəni sağda solda mollar bərabər olmalıdır. Elə burada 1 mol hidrogen var, 1 mol xlor var qaz halındadır. Cəmi burada 2-dir, bu tərəfdə 2 elektron Adır cavab. Digərlərdə bayaq dediyim kimi burada 4 mol, burada 2 mol buna təsir edəcək. Burada 3 mol, burada 2 mol təsir edir. Burada 3 mol, 2 mol təsir edir. Burada da 3 mol, 2 mol təsir edir.